Anandan qorxursan ya atandan? Var yoxuna lənət. Mamam bir də görsən elə qışqırır ki, atam belə gizlənməyə deşik axtarır. Cəmaatın maması gül kimi lay lay oxuyur. Mənimki məni it kimi tutur. Yat, gözünü yum. Yat dedim sənə it oğlu. Niyə əsəbisən yenə? Mamam məni yenə çimizdirəndə ağladım. İt balsı kimi çıxdı mən. Zalım qızı dərimi soymuşdu az qala. Xalanı çox istəyirsən yoxsa bibini? Oğraşdı, uca xırtdaya yığmısınız məni. Mıxınızı çəkin məndən, day heç birini istəmirəm. Gedin dincəlin. Yastığının altında niyə qayçı var? Nənəm dedi ki, axşam cin gəlsə qorxar deyə. Mən də işimi qarantiyə aldım. Həm qayçı, həm də bıçaq qoymuşam. Mənim qardaşım, burdan vəs Azərbaycana məni sevənlərə aqromlu salam göndərirəm. Özünüzdən müğayət olun. Balaca belə tələsi hara getsən? Nənəmdən babamın yanına. Onlar da elə mən qudurdan. Nə eləmək istəyirəm, eləyirəm, səslər də çıxmır. Neynirsiz belə? Var yoxuna lənət, dalıma pampers almağa pulum yoxdur. Gedib qız alıram, nə pox yeyəcəm bilmirəm hələ. Dostuna nə sözün var? Atılası deyilsən atım, satılası deyilsən satım. İtdə olsan, qurtda olsan, yanımda tula əvəzi gəzdirirəm də səni. Evinizə ən çox kim gəlir? Xalam bizim evdən heç çıxmır. Kraliçə əlini bir işə də vurmaz. Hara getsək quyruq kimi arxamızda deyilər. Niyə qaşqabaqlısan yedə? Mamam yenə məni çimizdirəndə ağladım, it balası kimi çırpdı mən. Zalımın qızı az qala dərimi soyurdu. Mamana nə demək istəyirsən? Mama, mən yetim yıxılanda mənə döymə, onsuz da yıxılıb bədbəxt olmuşam da. Oo, yorulmayasan ustam, dönər ləzzətlidir. Aya it oğlu it. Bu yaşda usta oldumsa, deməli bir bildiyimiz var. Gecələr niyə yatmırsan balaca? Dədəm qoyur ki, yatam. Səhərə kimi ancaq zartazurt dırta-pırt eləyir. Bir də görsən yüngül varı bızıldadır. Nə duası etsən balaca? Mamma dua edirəm ki, mən böyüyüm, evlənim. Mamam mənim toyumu, mənim uşaqlarımı görməyi nəsib eləsin Allah baba. Mənim qardaşım, belə vaxtın olanda çox demirəm ha, yüngül varı özünə hörmət elə. Qay papasına papa deyən oğraş. Cəmaatın anası gül kimi lay lay oxuyur. Mənimki məni it kimi tutur. Yat, gözünü yum, yat dedim sənə it oğlu. Ay nənə, sən Allah get işinlə məşğul ol. Kefim yoxdur bugün, Allah haqqı. Can bala, bax gör nə gətirmişəm. Niyə belə əziyyət çəkirsən? Hələ birinci sinifə indi başlamışam, elə bil universitetə gedirəm. Milyon cür dərs keçirlər, sumka ona görə ağırdır. Gecələr niyə yatmırsan? Babam imkan versə yatacam. Səhərə kimi ancaq zartazurt dırta-pırt eləyir. Arada bir də yüngül bızıldadır. Hansı qohumlarını çox istəyirsən? Var yoxuna lənət. Bacardığın qədər qohumdan uzaq ol. Ayağımın altın qazan elə onlar olur. Allah bütün dualarınızı qəbul etsin inşallah. Kədərdən, qəmdən uzaq olasınız inşallah. Allah ürəyinizdəki bütün duaları qəbul etsin inşallah. Qəmdən, kədərdən uzaq olasınız inşallah. Buradan qohumlara deyirəm, and ol Allaha, xırtdaya yığmısınız day məni. Nə qədər pul istəyərlər ha? Küp üstündə oturmamışam mən. Burada nə işiniz var? Dalıma şalvar ala bilmirəm, toy eləmək üçün kredit götürməyə gəlmişəm. Amma əvvəl arvad tapmalıyam. Hansı qohumlarını çox istəyirsən? Var yoxuna lənət. Bacardığın qədər qohumlardan uzaq ol. Torbavi tikən elə onlardı. Salam mənim qardaşım. Normal reklam istəsən, işini böyütmək istəsən, yaz qardaşın həll eləsin də. Xalı oğlu yekə oğlansan. Arada vaxt elə görüşək, oturaq, dərdləşək, yeyəcək. Oğraşdı. Yaman fırıldaq olmusan ha? Qabları niyə sən yuyursan balaca? Neyniyim, birinin yuması lazımdır. Mamam bütün gün divanda TikToka baxır. Atam da tualetdən çıxmaq bilmir. Salam. İmam ehsanlarınızı, yas mərasimlərinizi ehsan mərasim evində edə bilərsiniz. Atam dedi ki, Allahdan qorxan huzurlu, arvaddan qorxan xoşbəxt olar. Ona görə də ağıllı ol. Cəmaatın dayısı qaz vurub qazan doldurur. Mənim dayım da sıçmır ki, acar. Bax, söyməyəsən, nağarasan. Mamanın qarnında həyat necə idi? Ən çox evdəki gizli danışıqları eşitdim. Kimin nə pox yediyini yaxşı bilirəm. Hamı mənlə ehtiyatlı olsun. Ha? Allahım, sən xəstələrə şəfa ver. Sən dərdi olana dərman ver. Dualarımızı qəbul elə, ya Rəbbi. Cəmaatın əmisi qaz vurub qazan doldurur. Mənim əmim də sıçmır ki, acar. Bax, söyməyəsən, nə qayırasan.
Hara gersən belə? Gedirəm nənəmlə babamın yanına. Onlar da elə məni qudurdan. Nə eləmək istəyirəm, eləyirəm, qıxlar da çıxmır. Yaxşısan balaca. Millətin dayısı, bacısı oğluna PlayStationlar, maşınlar alır. Bizimki də ancaq qızlara pul yedirsin. Mənə daha bunu alır. Hansı qohumlarından zəhlən geyir? Var yoxuna lənət, sən soruş gör, çox istədiyim qohumum var ki, heç. Çalış uzaq ol qohumlardan. Dostuna nə sözün var? Qardaşım, cındır da olsan, hər nə də olsan, sən mənim ən yaxın dostumsan. Bir dənə xahişim, özümə yüngülvarı hörmət elə. Burdan dayına nə sözün var? Dayı var yoxuna lənət, ancaq 50 boş dalı yaş gəzirsən elə. Sənə sözüm yoxdur dayı. Dayın aran necədir? Bu dayım qızları ancaq yedirdib, çizdirir, bütün maaşı xərcləyir. Bizə çatanda da 1 manat yetim pulu verir. Allah bütün dualarınızı qəbul etsin inşallah. Kədərdən, bəladan uzaq olasınız inşallah. Nə oldu sənə? Mamam dünən şəklimi paylaşdı, bugün pox kimi yerə dəydim. Yenə birinin it gözü dəydi, nəzərə gəldim. Niyə əsəbsən balaca? Millətin babası, dədəsi evlər, maşınlar, mülk buraxıb. Bizimki yeyib içib pox buraxıb. Bağış da borc. Neyinirsiniz belə? Var yoxuna lənət, dalıma pampers almağa pulum yoxdur. Gedib qız alıram, nə poxuyacam bilmirəm hələ. Müəllim yaman bir kef görünürsüz. Bezmişəm dayı, qaz pulu, işıq pulu, su pulu. Arvad da mənə deyib ki, mənə iPhone al. Qardaşım bu yaşda nə dərdin var? Nə edirsən burada? Qardaşım, həyatımda ilk dəfə aşiq oldum, o da trans çıxdı. İndi dərdimə içirəm. Necə oldu bu? Bu anamın üzündən hər dəfə pox kimi dəyirəm, bədbəxt oluram. Deyirəm, statusa şəkil qoymaq qoyur elə ancaq. Niyə gecələr ağlayırsan? Atamla mamam ikinci uşağı eləməsinlər deyə mərdimazarlıq eləyirəm. Niyə qaşqabaqlısan yenə? Mamam yenə məni çimizdirəndə ağladım, it balası kimi çırpdı məni. Zalımın qızı az qala dərimi soyurdu. Və qış gəldi, xəngəl vaxtı gəldi. Yenə mış dostlar çıxacaq da ortaya. Hər gün müftə ye, iç, sıç. Bütün qohumlarının nə sözün var? Buradan bütün nəslimə deyirəm. Yanıma gələndə artist eləyib yalandan öpməyim. Pul verin. Nənə, nənə, can nənə, mən sənə qurban nənə. Hazır ol, böyüyüb gəlirəm evi xaraba qoymağa. Qardaşım Benfica ilə oyunda 2-0-dan gəldi, 3-2 elədi. Aya Kopenhagen möhkəmdir, darmadağın eləyəcək səni. Balaca bəy, hara belə səhər-səhər? Suya pul vuracam. Atamdan mamam dayanmadan çimirlər. Ortada nəsə var, amma tapa bilmirəm. Vəzifəniz nədir? Nə işlə məşğulsuz bəy? Uşağam xanım. Mama südü içirəm, atamın puluna kakaş eləyirəm.